Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV'nin efirində Kərbala vaqiəsinə əsr olunmuş Kərbalanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Kərbala vaqiəsinin irsinə həsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı Elşən İsmayılovdur. Elşən bəy, xoş gəlmişsiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk, var olasınız. Kərbala vaqiəsi Peyğəmbərimizin buyurduğu kimi Quran və Əhl-i Beyt bunlar bir-birindən ayrılmazlar qiyamət gününə qədər. Kərbala vaqiəsi də eynən Quran-ı Kərim kimidir. Nə qədər vərəqləsək, hansı cəhətdən yanaşsaq, yəni yeri var həqiqətən də hər dəfə yeni bir cəhət aça bilirik. Hər məlum olan cəhətdən yeni bir məqamlar aşkar eləyə bilirik ki, bu cəhətdən çox zəngindir. Elə Kərbala vaqiəsinə yanaşmadan istərdik bugün söhbət açaq. Elə ilk sualımız bundan ibarət ki, biz Kərbala vaqiəsinə hansı cəhətdən yanaşsaq, istər dini, tarixi, irfani, ədəbi və yaxud ki, mənəvi cəhətdən biz bu vaqiənin varlığını, baş verməsi səbəblərini daha dolğun anlamış olarıq bu haqda. Bəli, çox gözəl sualdır Peyman bəy. Həqiqətən burada yaxşı məsələləri gündəmə gətirmək olar. Belə ki, Kərbala hadisəsinin ümumiyyətlə yaradanını nəzərə gətirsə İmam Hüseyn əleyhissalam. İmam Hüseyn əleyhissalam Kərbala, əvvəl buradan başlamalıyıq ki, İmam Hüseyn əleyhissalam kimdir? Və Kərbala qəfildən baş verən bir hadisə idi, yoxsa İmam Hüseynin özünün iradəsi ilə baş verən idi. Biz bunu bilsək, Kərbalanın nə qədər çox cəhətli bir hadisə olduğunu və məktəb olduğunu anlayacağıq. Nəinki bir olay idi ki, qarşıya bir olay çıxdı və nəticə belə deyil. İmam Hüseyn əleyhissalam ilahi övliyadır. İmam Hüseyn əleyhissalam Allahın əzəmətli varlıqlarındandır. Hətta qoy orasında deyim ki, o qədər əzəmətli varlıq ki, bilirik ki, bunu həm əhl-i sünnət kitablarında, həm şiə kitablarında yetərincə var ki, İmam Hüseyn əleyhissalam o ali əbadandır, o 5 kimsədəndir. O kəs ki, Həzrəti Adəmin duası, tövbəsi qəbul olunanda, oradakı Allah mütəallı buyurdu ki, məni kəlmələrə ant ver. Orada soruşdular Peyğəmbərdən ki, kimdir onlar? Həzrət Muhammed əleyhissalam da buyurdu ki, o 5 nəfər, həmin Həzrət Muhammed əleyhissalamdır, Həzrət Əli, xanım Zəhra, İmam Həsən və İmam Hüseyn. İmam Hüseyn əleyhissalam demək Həzrət Adəmdən əvvəlki yaradılışdır və bunun barəsində çoxlu sözlər var. İmam Hüseyn əleyhissalam Kərbalaya bir gün içində olan hadisə deyil idi. Əvvəl Mədinədən çıxıb gedib Məkkəyə, sonra Məkkədən çıxıb gedir Kufiyə tərəf. Bu hadisələrdə o qəfildən deyil idi, özü bilərəkdən bunların hamısını edirdi və zəmanənin deməli əzəmətli adamları, o cümlədən İbn Abbas və digər deməli siyasətçilər İmam Hüseyn əleyhissalamın qarşısını kəsirdilər və deyirdilər ki, neynirsən, neynəmək istəyirsən? Sənin attığın addım ölümdür və problemdir. Ona görə də sən bu addımı ata bilməzsən. İmam Hüseyn deyirdi ki, yox, mən etməliyəm. Sonra neçə dənə belə təkid olunanda Həzrət deyirdi ki, Allah məni, yəni demək dedi ki, Allah məni şəhid görmək istəyir. Yəni ki, mən gedəcəm. Sonra dedilər ki, bəs övladlarını, balalarını, ailəni niyə yaparsan? Həzrət buyurdu ki, Allah aləmi də əsir görmək istəyir. Deməli, İmam Hüseyn əleyhissalam bilir nə olacaq. Özü də ki, özü də tək deyil. Əvvəla hətta özü də tək olsaydı, bir ilahi övliyanın gedib 30 minin müqabilində sərgərdan, giriftar olması, eyni zamanda başının kəsilməsi, bunlar hamısını bilirdi ki, olacaq və o eyni zamanda ondan əlavə növbəti digər imam da var, İmam Səccad da oradadır, xanım Zeynəb Həzrət Əli qızıdır, Əbəlfəz ağa əzəmətli adamdır, ümumiyyətlə Peyğəmbərin balaları, o Peyğəmbərin balaları ki, onlar barəsində Allah Quranda buyurur ki, Əhl-i Beytin ehtiramı olmalıdır və Əhl-i Beyt sevilməlidir, onların hamısı əsir düşəcək. Bunların hamısını İmam Hüseyn bilir. Amma elə bir hadisələr var ki, gələcək üçün. İmam Hüseyn bunların hamısını nəzərə alır. Bilirsiniz nəyi demək istəyirəm? Demək istəyirəm ki, əlbəttə ki, İmam Hüseyn əleyhissalamın etdiyi bu olay, həmin bu qiyam, həmin bu addım, Kərbala hadisəsi əvvəldən hesablanmış bir şeydir.
Və ona görə də o təbii ki, çox cəhətli və çox şaxəli olmalıdır. Yoxsa ki, o bir cəhətdən elə həmən dövrün, misal üçün, Yezidə qarşı atılmış bir etiraz aksiyası kimi olsa və orada da batsa, İmam Hüseynin canı belə şey üçün olmaz. İlahi övliyanın canı belə şey üçün qurban gedə bilməz. Məsələn, Muxtarın qiyamı nə üçün idi? Elə həmən dönəm üçün. Etdiyi müəyyən şeylər oldu, elə orada da qurtardı, getdi. Onun sabah hamısı belə. Bütün etirazlar hamısı, bütün qiyamlar, bütün üsyanlar belədirlər. Həmən zaman üçün və həmən zamanın siyasi məsələləri üçündür. Amma İmam Hüseyin əleyhissalam, yəni həm Allah razı olmaz, həm İmam Hüseyin razı olmaz. İki dənə övliyanın başı kəsilir. Biri Həzrəti Yəhyadır, biri İmam Hüseyindir. Yəni baş kəsilməyə getməzdi. İmam Səccad var orada, hətta İmam Baqir oradadır, az yaşlı olsa da. 3 imamın iştirakı ilə Peyğəmbər Əhl-i-Beytinin əsir düşməsinə, Əbəlfəz ağanın, xanım Zeynəbin orada məzlum olmasına İmam icazə verə bilməzdi. Amma görün bu hadisə, indi buradan mən çıxış eləmək istəyirəm ki, bu hadisə görün nə qədər çox cəhətli hadisə olmalıdır. Bu çox cəhətlilik var ha. Bunu Peyğəmbər sallallahu 2 dənə kəlməsində ehtiva edir. Nə deyir Həzrət? Həzrət buyurur ki, İnnəl Hüseyn misbahul huda və səfinətun nəcə. Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Hidayət çırağının içində İmam Hüseyn əleyhissalamın etdiyi işlərin, bütün hidayətə aid həqiqətləri aydınlatma cəhətdə misbah gətirir, yəni aydınladandır, çıraqdır. O cəhətdən hər şeyi İmam Hüseyin əleyhissalam o işində bildirib. Yəni istər dini olsun, siyasi, ictimai, orada əxlaqi, insani, mənəvi, irfani, bütün məsələlərin hamısına İmam Hüseyin əleyhissalam orada aydınlıq gətirib. Ki bir imam kimdir, bir imam nə edə bilər, hansı vəziyyətdə, hansı addım atılmalıdır. Hətta Kərbəla olayının içindəki hadisələrin hamısına bir-bir baxanda nə qədər həm ictimai, həm dini, həm insani, həm irfani mətləblər, məsələlər gündəmə gəlir. Amma bunların hamısından daha mühümü budur ki, İmam Hüseyin əleyhissalam imamət nədir onu anlattı. İmam Hüseyin əleyhissalam bu addımıyla gedib Kərbəlaya getməsi ilə özünü qurban verməsi, İmam Səccadın əsir düşməsinə, Həzrəti Zeynəb xanımın əsir düşməsinə razı olmaqla, balalarının, ailəsinin əsir düşməsinə razı olmaqla nələr elədi? O çox cəhətli, çox şahəli məsələlərin hamısının içində ən mühümü buydu ki, imaməti tanıtdırdı ki, imamət nədir? Çünki imamət Allah Mütəal Quranda buyurur ki, həmin o Məvəddət ayəsində ki, ey Peyğəmbər, denən ki, səndən əvəz istəyənlərə de ki, sən mənim əhl-i-beytimi sevin. Əhl-i-beyti sevin. Niyə əhl-i-beyti sevin? Bəziləri elə bilirlər sığortadır, amma sığorta məsələsi deyil idi. Əhl-i-beyti sevmək insanın ruhunda əvəzsiz bir rola malikdir. İnsanın ruhunda. Ona görə də əhl-i-beyti sevmək lazım idi. Amma əhl-i-beyti necə sevmək olar? Onların zamanında yaşamaqla, onların zamanında yaşaya-yaşaya onların etdiklərini görməklə, sənə etdiklərini, buradan məhəbbət yarana bilər. Bəs biz imamətlə necə tanış olacaq? Ya imamət belə olacaqdır ki, Peyğəmbərdən sonra imamlar hakimiyyətdə olacaqdılar, dünya hakimiyyəti necə ki, sonda İmam Zaman belə olacaq, o elə Həzrət Əlidən başlamalı idi. Bütün dünyanın rəhbəri imamdır deyə insanlar onu tanıyacaq, sevəcəklər, o ayənin nümunəsinə çevriləcəklər. O ayə gerçəkləşəcək. Amma belə olmadı. Belə olmadı və üzü bu tərəfə belə gedir ki, imamlar artıq insanlar üçün çox da tanınmırlar. Yəni, informasiya kimi tanına bilərlər, amma həqiqət kimi onlar tanınmırlar. Və əgər tanınmırlarsa, onda insanlar necə sevə bilər? Məsələn, hamı bunu etiraf eləməlidir ki, şiələrin hamısı bunu etiraf eləməlidir ki, İmam Təqi, İmam Həsən Əskəri, İmam Kazım, bu imamlara İmam Hüseyin qədər məhəbbət yoxdur. Bu ona görədir ki, insan informasiya almalıdır, bilməlidir. Ondan sonra, hətta kiminsə məhəbbəti varsa da o da İmam Hüseyindəndir. Mənim yadıma gəlir, bir dəfə ziyarətlərin birində, Ərbəyin ziyarətində bizim qrupumuzda bir cavan uşaq var idi. Deməli, biz Kərbəlanı ziyarət elədik. Sonra da gəlib İmam deməli Kazımı İmam Kazımı və İmam Təqini ziyarət eləyib, sonra gələcəkdi aeroporta qayıtmağa. Mən gördüm ki, amma Kərbaladan gəlmişdi, Ərbəyindən Kərbaladan gəlmişdi. Mən gördüm ki, cavan uşaqdır, 14-15 yaşında. O hərəmdə İmam Kazımla İmam Təqinin hərəmində möhkəm ağlayır. Ağlayır, əməlli başlı. Mənim fikrimi çəkdi. Sonra o çıxandan sonra mən ondan soruşdum. Dedim ki, sənin necə məhəbbətin var? Sənin necə eşqin var İmam Kazımə, İmam Təqiyə? Onlar barəsində nəsə bilirsən sən belə? Dedi ki, onlar barəsində çox bilmirəm.
Dedim, bəs necə ağlayırsan? Dedi ki, mən İmam Hüseyni ziyarətdən gəlirəm. Mən bilirəm ki, bunlar elə həmən Hüseyndir. Bunlar da orada olsaydılar belə eləyərdilər. Bax, İmam Təqiyə hətta mərifət varsa da, məhəbbət varsa da, o da İmam Hüseynlə assosiasiya eləyir bunları. Ona görə də məsələ nədən ibarətdir? Bu gün şiə, ümumiyyətlə müsəlman, kim seçimdir də bu. Kim istəsə ki, Allahın dediyi həmin o məsələ ki var, mənim Peyğəmbərə deyir ki, Peyğəmbər deyir, sənin əhl-i beytini sevsinlər. Niyə? İndi orada bir antoloji izah var, niyə sevməlidirlər? Onu əgər sevsə, onda insan kamil olacaq. Bu sevgini niçin verə bilər? Ya xilafətdə olan imamın sayəsində ki, görüb insan sevər. Əgər o olmayacaqsa, biz necə sevə bilərik onu? 1000 illər əvvəl olmuş. Bax, Məhərrəm və İmam Hüseyn əleyhissalamın Kərbəlası bunu insana verə bilir. Ən mühümlərindən biri budur. Deməli, İmam Hüseyn əleyhissalamın etdiyi bu hadisə çox cəhətlidir. Onun içində bütün bizim bildiyimiz, hətta bilmədiyimiz çoxlu məsələləri ehtiva eləyir. Onlardan isə ən mühümü budur ki, həmən o ayənin, o ayə ki, insanlara sevgini vacib eləyir, o ayənin İmam Hüseyn əleyhissalamın timsalında biz Əhl-i Beyti sevə bilirik. Çünki o gəldi öz canı ilə insanlığa özünü fəda etməklə, heç bir zərurəti olmadan, heç bir zərurəti yox idi. Yəni Yezid ona deyir ki, səndən mənim işim yoxdur. O İslam dininə xatir və insanlığa xatir və hətta orada Peyğəmbər buyurur ki, o hədisin arxasında buyurur ki, və Səfinətun Nəcat. Səfinətun Nəcatın özünü də izah eləyiblər. Deyiblər ki, Səfinətun Nəcat budur ki, insanın ruhunun aram olması, ruhunun nicat tapması. O da belədir ki, insan İmam Hüseyn əleyhissalama əzadarlıq elədikcə, ilahi övliyanı sevdikcə, bu dəfə onun ruhu da günahlardan, pisliklərdən, çirkinliklərdən arınır və insan kamil olur. Bu isə Səfinətun Nəcat deməkdir, yəni nicat gəmisi. Nicat gəmisi deməkdir. Bir dəfə hadisələri izah olunanda, təhlil olunanda olur Misbahul Huda, hidayət çırağı həqiqətləri necə lazımdırsa aydınladır. Bir dəfə isə ona əzadarlıq sayəsində isə insan nicat tapır. Və İmam Hüseyn əleyhissalamın Kərbəlası bu və bundan da artıq məsələləri özündə ehtiva edir və ona görə də bu bir məktəbdir və bu bir çox şaxəli və çox cəhətli bir hadisədir. Çox təşəkkür edirik, sizə var olasınız. Ümumiyyətlə elə çıxışınızdan da belə aydın olur ki, yəni sadəcə tarixin bir kəsiyində, bir anda baş verən bir hadisə deyil ki, oldu, bitdi. Bunun artıq çox cəhəti var. Bəs İmam Hüseyn əleyhissalamın Kərbəla vaqiəsində ümumiyyətlə şəhadətə yetməsi, şəhadətə yürüməsi, elə bu onun qayəsi elə bizim bu gün də hidayət olmağımız idimi? Çox əsr sonra hesablanmışdımı? Yoxsa elə sadəcə olaraq həmin dövrün insanlarını ayıltmaq üçün idimi? Bu da çox yerində olan sual oldu Peyman bəy. Çünki bütün elə əvvəldə dediyim müqəddimələrdən də belə başa düşülür ki, bəli, İmam Hüseyn əleyhissalam ümumiyyətlə həyatın qayəsi, Allahın istəyi budur ki, insanlar hidayət tapsınlar. Bütün dini insana Allah göndəribsə, Peyğəmbər göndərib, kitablar göndərib. Ümumiyyətlə, Allah insana müraciət eləyibsə, danışıbsa, ona ciddiyyət alıbsa, Allah təşri rububiyyət libasını əyninə geyinibsə, insanın hidayət üçündür. Ola bilərmi ki, bir ilahi övliyanın hər hansısa bir addımında insanların hidayəti düşünülməsin? Təbii ki, belədir. Və İmam Hüseyn əleyhissalamın hidayəti, Kərbəlasının hidayəti əvəz edilməzdir. Özdə məsələ nədən ibarət? Ümumiyyətlə, hidayət barəsində deyirlər ki, iki cür hidayət var. Biri dinə hidayətdir. Yəni, cahillikdən, şirkdən, küfürdən dinə hidayət. Məsələn, bir insan namaz qılmırdı, dindar deyildi, oldu dindar və yaxud da müşrik idi, kafir idi və s. oldu dindar. Birinci hidayət budur. İkinci hidayət budur ki, dindarlıqdan daha yaxşı mənəvi yerlərə hidayət. İrfani məqamlar. Bəli, eynən. Yəni, aşağı mərhələdən, mənəviyyatın aşağı mərhələsindən yuxarı mərhələsinə tərəf gedib, buna da hidayət deyilir. İmam Hüseyn əleyhissalamın hidayəti hər iki cəhətdə düzdür. Düzdür, yəni ki, hər iki cəhətdən istifadə olunur. İmam Hüseyn əleyhissalam Kərbəlası ilə, Məhərrəmi ilə insanlar dinə də hidayət olublar və dinin içində olanlar da daha yuxarıya hidayət olurlar. Məsələ nədən ibarətdir? Ümumiyyətlə, mən deyim ki, məsələ nədən ibarətdir? Bu sualımıza daha aydın cavab olsun. Məsələ bundan ibarətdir ki, ümumiyyətlə, insan
insanın ruhu var deyə və ruh təkamül və tənəzzül qabiliyyətindədir deyə, zaten elə dinin göstərişləri də, Allahın əmr və qadağaları da budur. Əmrlər budur ki, sənin ruhunun təkamülü üçün zəruri məsələlərdir. Qadağalar budur ki, bunlar sənin ruhunu tənəzzülə aparar. Və cənnət, cəhənnəm də bu təkamül və tənəzzül etmiş ruhun əvəzidir. Əvəzidir, yəni nəticəsidir. Yəni insanın ruhu təkamül edəndə cənnətə gedəcək, insanın ruhu tənəzzül edəndə cəhənnəmə gedəcək. Allah da nələrsə qadağan eləyirsə buna görədir. İmam Hüseyn əleyhissalamın Kərbəlası, İmam Hüseyn əleyhissalamın Kərbəlasında insanlara o misbahul huda deyilən, yəni aydınlatdırılmış şeylər ki var, insanlar bunların hamısını biləndən sonra təbii ki, əməl etməyə çalışır. Əməl etməyə çalışır və belə ali insani dəyərlərə sahib olmağa çalışır. Amma bundan əlavə də İmam Hüseyn əleyhissalamın Kərbəlası barəsində nə qədər təkid olunur. Nə qədər söz deyil. Məsələn, biri budur ki, 2 ay əzadar olmalısınız. Bəzən bunu elə başa düşürlər ki, bu İmam Hüseyn əleyhissalama qarşı qərbə bir təəssübkeşlikdir, ya da onu çox həddindən artıq şiddətli öldürüblər deyə bizim ahvayımız kəsmir. Amma heç də belə deyil. İmam Hüseyn əleyhissalam cənnətdədir və biz İmam Hüseyni Peyğəmbərdən çox istəmirik. İmam Hüseyndən çox istədiyimiz şəxslər Həzrət Zəhra xanım var, Həzrət Əli olan hamısı İmam Hüseyndən üstün şəxslərdilər Şiənin etiqadına görə. Amma belə deyil ki, Peyğəmbərə bir gün Həzrət Əliyə bir gün əzadarlıq eləyib, amma İmam Hüseyni çox istəyirik deyə 40 gün. Belə deyil. Məsələ İmam Hüseynin özü deyil. Məsələ missiyadır, missiya. O missiya insanlara elə bir şey verə bilir ki, imamların özləri belə bizi Kərbəlaya yönləndiriblər. Məsələn, Peyğəmbər İmam Hüseyn barəsində buyurur ki, İnnəl Hüseyn misbahul huda və səfinətun nəcət. Bu deməkdir ki, İmam Həsən İmam Hüseyndən üstündür. Xeyr, belə deyil. Peyğəmbər bilirdi ki, İmam Hüseynə belə bir missiya tapşırılacaq. Ona görə də ümməti onu təhlil etməyə göndərir. Yəni 2 ay məsələn Səfər ayı İmam Hüseyn əleyhissalamın həyatı, onun qiyamı, onun oradakı amalı və s. araşdırılsın bu Misbahul Huda və rozə ilə, mərsiyə ilə müşahidə olunsun. Müşayiət olunsun daha doğrusu. Niyə? Çünki bu da səfinətun nəcətdir. Hədislərdə var ki, kimin gözündən biraz yaş çıxsa, hətta bir hədisdə məsələn keçir ki, məsələn milçəyin qanadı qədər yaş çıxsa onun günahı bağışlanır. Biz elə başa düşürük ki, məsələn proses belədir. Əgər gözündən yaş çıxsa, Allah məsələn mələklərinə deyər ki, ey mələklərim, bu ki mənim övliyama ağladı, gözündən bir az da olsa yaş çıxartdı. Ona görə də mən də onu bağışlayıram. Siz ona aid nə günah yazmısınızsa, xeyr, qəti şəkildə belə deyil. Məsələ budur ki, insan əgər ilahi övliyaya ağlaya bilirsə, deməli onun ruhunda bir riqqət baş verdi. Onun ruhu riqqətə gəldi və belə bir riqqətə gəlmiş ruhda tənəzzüldən təkamülə tərəf bir hərəkət baş verdi. Yəni onun ruhu bərpa oldu. Belə bir ruh ki, bərpa olur, bunun adını qoyur din günahların bağışlanması. Yoxsa günahların bağışlanması Allahın ürəyini ələ almaq deyil ki, ilahi övliyaya mən ağlayım, Allahın ürəyi ələ alsın. Bunlar çox səhv məntiqlərdir. Belə şey ola bilməz. Bu yəni çox gülünc görsənir. Ona görə də Əhl-i Beyt hamısı, imamların hamısı özlərinə deyə bilərdi, amma İmam Hüseynə tərəf deyiblər. Niyə? Çünki İmam Hüseyn əleyhissalam elə hadisələrə səbr eləyib. İlahi övliya öz canını fəda eləməklə ümmət üçün, insanlıq üçün, əla millət Rəsulullah deyirdi Həzrət İmam Hüseyn əleyhissalam. Elə bir işlər görüb ki, bunu hər bir nurani qəlb, hər bir insan, hər bir fitrəti ölməmiş kəs eşidən kimi qəlb riqqətə gələcək. Və qəlb riqqətə gələndə insanın ilahi övliyaya tərəf, yəni kamala tərəf onda bir meyllənmə baş verir. Bu meyllənmə nəticəsində insanın ruhu, tənəzzül etmiş ruh bərpa olur. Bax, buna görədir ki, İmam Hüseyn əleyhissalama tərəf yönləndirilir. Ona görə də İmam Hüseyn əleyhissalamın Kərbəlası, bəli, hidayət, sizin sualınız da belə idi, hidayət üçündür. Həm aydınladan tərəfləri var deyə haqqın özünü çatdırır və haqqa tərəf aydınladır. Yəni zehni və əqli aydınlatma və zehni və əqli hidayət olur. İkinci məsələ budur ki, insanın ruhu da bu məclislərdə təkamül eləyir. Tənəzzüllərdən bərpa olur, təkamül eləyir və təkamüldə olanlar da daha artığına. Hamımız bunu bilirik ki, ariflərin hamısı, istəyir Əllamə Qazi, Əllamə Təbətəba və digərləri, Əllam Ağa Bəhcət xüsusən,
Bunların hamısının hər həftə Məhərrəm ayından əlavə, hər həftə İmam Hüseyn məclisləri olur. Və özlərinin dəfələrlə sözlərində var ki, Allaha tərəf getmək istəyənlər İmam Hüseyn qapısına getməlidirlər. Niyə? Çünki İmam Hüseyn əleyhissalama əzadarlıq eləyəndə ruh yaxşı qidalanır. Ruh daha çox riqqətə gəlir. Çünki İmam Hüseyn əleyhissalamın elədiyi fədakarlıqlar insanları istənilən insanın ürəyini riqqətə gətirə bilir. Çünki onda elə bir şeylər yatıb ki, Allah insanın ürəyini, insanın yəni ruhunu, fitrətini kamala meyilli yaradıb. İmam Hüseyn əleyhissalamın hərəkatı kamalın özünün tamamilə göstərilməsi deməkdir. Və belə bir halda nə baş verir? İnsan fitrəti ora tərəf meyillənir və bu vaxt insanın təkamülü baş verir. Ona görə də təbii ki, İmam Hüseyn əleyhissalamın Kərbalası hidayət üçün əvəz edilməz bir məktəbdir. Bu bir olay deyil təkcə. İmam Hüseyn əleyhissalamın Kərbalası bir məktəbdir, zəruri məktəbdir. Ona görə də hər birimiz İmam Hüseyn əleyhissalamdan istifadə etməliyik bu yaxşı mənada. Yəni onun məhərrəmini doya-doya faydalanmalıyıq, doya-doya. Yəni mərsiyə deyənlə, rozə. Bəziləri elə biliblər ki, ancaq elə İmam Hüseyn əleyhissalamın o hadisələrindən danışmaq kifayətdir. Xeyr, rozəyə ehtiyac var, mərsiyəyə ehtiyac var. Bu məsələnin bir tərəfidir. Ona görə yox ki, İmam Hüseyn əleyhissalam nəuzubillah yazıqdır. İmam Hüseyn əleyhissalam cənnətdədir. Amma ilahi övliyə mədh olunmalıdır. Niyə? Çünki bax bayaqki ayə ki vardı. Çünki belə vaxtı insanın ilahi övliya ilə tanış olur və Allah buyurduğu kimi mənim əhl-i beytimi sevin prosesi baş verir. İmam Hüseyn əleyhissalamın məclislərində. Hasan bir xətib danışır, sonra da Rozaxan gəlir İmam Hüseyn əleyhissalamın insanlıq üçün atdığı addımları işıqlandırır və bu kompozisiya, bu nə baş verir? Burada insan artıq həm əqli olaraq Misbahul Huda tərəfindən, həm Səfinətun Nəcat tərəfindən hidayət olur. Ona görə də İmam Hüseyn əleyhissalamın məclisləri əvəzsizdir insanın hidayəti üçün. Həm zehni və əqli hidayəti üçün, həm də qəlbi və mənəvi irfani hidayəti üçün əvəzsizdir. Çox təşəkkür edirik bu geniş açıqlamaya görə. İnanırıq ki, ələlxüsus bu hüzünlü günlərdə tamaşaçılarımız üçün də çox faydalı olacaq. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Kərbəla vaqiəsinin irsinə həsr olunmuşdur. Qonağımız isə ilahiyyatçı Elşən İsmayılovdur. Elşən bəy, istərdik bu günümüz barəsində söhbət aparaq. Belə ki, həm Kərbəla vaqiəsinin baş verdiyi dövr, ondan sonraki dövrlərin təhlilində kifayət qədər mətləblərə toxundunuz. İstərdik ki, bugünkü dövrümüzü ələ alacaq ab-havadan söhbətləşək. Ümumiyyətlə, bu günümüz üçün müasir dövrdə və rəqəmsal dünyada ki, indiki bu dövrü yaşayırıq, İmam Hüseyn əleyhissalamın irsi, məhərrəmlik, Kərbəla vaqiəsinin o mənəvi irsi özünü necə göstərir, necə təsir qoya bilir bu dövrdə? Əvvəlki suallarda da dediyimiz kimi İmam Hüseyn əleyhissalamın deməli Kərbalası əslində bir məktəb idi. İmam Hüseyn əleyhissalam bu məktəbi insanlığın hidayəti üçün zəruri bir məsələ idi. Ona görə də bu məktəbin özü elə bir irsi idi əvvəldə. Bu məktəbin özü bir irsi idi və imamlar da bu irsin yəni yayılması üçün, buna ciddiyyət olunması üçün, yəni 2 ay sifarişləri və təkidləri buyurur ki, 2 ay bu məsələlər, bu əzadarlıqlar keçirilsin. Həmişə özdə bəzilərində deyirlər ki, biz özümüz bu əzadarlıqlarda iştirak edirik. Hətta hadisələrin birində var ki, İmam Sadiq əleyhissalamın tələbələrindən biri bir gün gəlməmişdi. Səhərisi gün gələndə Həzrət dedi ki, nə üçün gəlməmişdin? Dedi ki, ya İmam, sizin özünüzün göstərişinizdir ki, İmam Hüseyn məclislərini evinizdə də olsa edin, tez-tez edin. Biz də evdə mən belə bir məclis elədim deyə dünən gələ bilməm. Həzrət dedi ki, bəli, düz deyirsən, mən də o məclisdə idim. İndi ola bilsin ki, şəxsən hüzurən deyil, amma onların nəzərləri o məclisdədir. Niyə? Çünki o məclislər təkcə buna görə yox ki, imamın babasıdır, atasıdır və imam da öz cəddinin məclisində iştirak edir. Belə deyil. İmam ümmətin atasıdır. Hər bir imam ümmətin atasıdır və hər biri istəyirlər ki,
ümmət hidayət və islah olsun. Ona görə də ümməti ən çox hidayət və islah eləmək üçün göndərirlər İmam Hüseynin qapısına. Bunlar hamısı belə eləyiblər və bu məktəbi irs kimi ötürə-ötürə gəliblər və görürsünüz ki, 1400 il keçib. 1400 il keçib hələ də bu məktəb davam eləyir və bu məktəb bir vaxtlar məsələn tutaq ki, danışılırdısa, sonra yavaş-yavaş şairlər söz qoşdular İmam Hüseyn əleyhissalam, hətta imamların dövründə. Sonra zaman keçdikcə artıq nohələr, mərsiyələr, rozələr və bu gün biz bu irs daha da get-gedə genişlənir və insanlıq üçün, möminlərin mənəvi təkamülü üçün həddindən artıq zəruri bir məsələyə çevrilir və vüsət tapıb. Hətta bu məsələlər o qədər belə deyək genişləndi ki, bu günlərin bir eşq yolçuluğu deyilən bir şey gündəmə gəldi, Ərbəyin səfəri. Yəni Ərbəyin səfəri həmin o irsin genişlənmiş, daha da başqa bir belə deyək istiqamətdə genişlənmiş cəhətidir və bu gün dünyanın ən bir nömrəli belə deyək izdihamlı məclislərindən sayılır Ərbəyin məclisi. Nə baş verir orada? Orada İmam Hüseyn əleyhissalamın özü yoxdur. Hətta heç orada gedib İmam Hüseyn əleyhissalamın qəbrini yaxşı ziyarət eləmək də olmur. Çünki çox orada izdiham olur, ziyarət etmək olmur və orada hətta otel tapmaq olmur qalmağa. Yəni çox çətin olur. Çox çətin olur. Həddindən artıq çətin olur. Amma niyə insanlar 3 gün, 4 gün piyada yol gedirlər, bu qədər əziyyətə düşürlər? Çünki buradan bir ləzzət alırlar. Buradan mənəvi bir ləzzət alır. Ümumiyyətlə insanın ruhu ləzzət alandır. Ümumiyyətlə insan ləzzətpərəst varlıqdır. Ona görə də insan, məsəl üçün İmam Hüseyn əleyhissalamı ağlayanda da bütün İmam Hüseynə ağlayanlar hamısı bilirlər ki, bu narahatçılıq ağlamağı deyil. Yəni insan özünün əzizini itirdiyi kimi ağlamaq deyil. Bu ağlamaqda ləzzət var. Çünki insan başqa ağlamaqları heç sevmir. Ümumiyyətlə insan ağlamağı xoşlamır. İnsana ağlamaq. Amma bu ağlamaq ləzzətdən dolayı ağlamaqdır. Hər kəs bunu bilir. Ona görə də məsələn məclislərdə insan nə edir? Daha yaxşı deyən rozəxan axtarır. Daha yaxşı ağlada biləcək mərsiyəxan axtarır. Niyə? Çünki o ağlamaq insanın ruhan İmam Hüseynlə, ilahi övliya ilə, kamalla sinxiyyət və birləşməsini göstərir. Yəni sanki o hadisələrdə, həmin o vaxtlarda insanın ruhu imamla, kamil insanla, ilahi övliya ilə daha da yaxınlaşır. Bundan dolayı gələn göz yaşı, bundan dolayı olan ağlamaqlar, bunlar hamısı mənəvi ləzzətlərdir. Və eləcə də Əhl-i-Beyt yolunda, xüsusən İmam Hüseyn əleyhissalamın yolunda atılan bütün addımlar hamısı mənəvi ləzzətlərə çevrilir. Mənəvi ləzzətlərə çevrilir. Bu mənəvi ləzzət elə bir şeydir ki, insanın həyatını ala bilir və bu həyatı yaşama çevrilir. Ona görə də hər gün Aşura, hər yer Kərbəlanı da düzdür, indi bu hədis deyil, amma hər gün Aşura, hər yer Kərbəla o deməkdir ki, yəni insanın həyatı bu formada olmalıdır. Yəni bir insan həmişə ilahi övliyanın ab-ı havasında olarsa, İmam Hüseyn əleyhissalamın əzadarlıq ab-ı havasında olarsa, bir insan nə günaha tərəf gedər, nə başqalarının haqqına tərəf gedər. İnsanın həyatı çox mənəvi olar. Məsələn, biz indi Ərbəyində qismət eləyib Allah olmuşuq, Ərbəyində o qədər gözəl həyati, mənəvi bir yaşam olur. Hər şey ehsandır. Orada heç vaxt heç kəs bir-biri ilə nə dalaşa bilməz, vuruşa bilməz. Hər kəs bir-birinə xidmət eləyir, hər kəs bir-birinin qeydinə qalır. Yəni hər kəs bu bir modeldir. Bəli. Həyatda yaşam modelidir. Yəni insanlar orada 3 gün, 4 gün ərzində İmam Hüseyn eşqi xatirinə o yolda ki gedirlər, İmam Hüseynə tərəf gedirlər. Bu yolda insanlar sanki bir yaşam modelini göstərirlər. Bəli. Bax bu həmin o irsin nəticələridir. Həmin o Kərbəla məktəbi ki bir irsdir və ondan sonra ki o məktəb ki yavaş-yavaş genişlənib, dediyim kimi mərsiyəsi ilə, əzadarlıq məclisləri ilə, bəzi məclislərin özlərinə məxsus bir cəhətləri bu kimi şeylərlə genişlənərək insanlara sanki bir yaşam modelini təqdim eləyir ki, insan bax belə yaşaya bilər. 4 gün, 5 gün, bir həftə belə yaşayırsa gəl insan, hər kəs orada ehsan edir, hər kəs orada xidmət eləyir, o onun ayağını ovuşdurur, bu bunun əlindən tutur, o ona kömək eləyir. İnsanlar o qədər mehriban, sevincli, şad, xürrəm, eşqli, ləzzətli 30 milyon insan gedir və orada 30 milyondan dolayı orada bəzi natəmizlik məsələlər olur, bəzi çətinlik olur, bəzən özdə bu yay aylarına düşdüyünə görə həddindən artıq isti olur, İraqın istisi çox dözülməz isti olur, amma
30 milyon nə üçün ora gedir? Nədir bu məsələ? Nədir onları ora aparan? Bu İmam Hüseyn əleyhissalamın sayəsində insanın o daxilən hiss elədiyi mənəvi ləzzət. Həmin o mənəvi ləzzət. Ona görə də İmam Hüseyn əleyhissalamın Kərbəlası, həmin o məktəb bir irs olaraq gəlir bizə və bu günümüzə sizin sualınız belədir ki, bu günümüzə hansı təsirləri var? Bu günün adamına İmam Hüseyn əleyhissalam mənəvi ləzzət yaşada bilir. Allah and olsun, o gün mən dostlarla bir yerdə idik. Dedilər ki, bəs hazırlaşırıq Məhərrəm məclislərinə. Məsciddə hazırlaşırlar. Bir məsciddir. Dedi ki, biz artıq məddah çağırmışıq. Məscidi artıq düzəldəcək, falan eləyəcək. Bu elə sevinirik ki, mən elə orada da dedim. Dedim ki, ilahi, nə qəribədir bu? Qarşıdan hələ bir məsələn də Məhərrəm gəlir. Tutaq ki, Məhərrəm ayına bunlar, Məhərrəmdən qabaqçı olan məsələdir. Məhərrəmə hazırlaşırlar bunlar və sevinirlər. Gözləyirlər ki, gəlsin. Və bilirsiniz ki, məsələn, Ərbəyinə getmək üçün də möminlər neçə ay əvvəllərdən başlayırlar, yazırlar və onun tutaq ki, maddi vəsaitini toplamaq üçün isə bir il boyunca mən görmüşəm, adamlar tanıyıram ki, qəpik-qəpik pul yığırlar ki, onu nədir bu? Bu dünyanın, bu zamanın insanına İmam Hüseyn əleyhissalam nə bəxş eləyib? Yəni Məhərrəmi, Səfəri, ondan sonra Ərbəyini, bunların hamısı İmam Hüseyn əleyhissalamın irsinin, həmin o Kərbəla irsinin, oradakı o Misbahul Huda və Səfinətun Nəcat effektli irsin bugünkü dünyanın 1400 il özdə hansı dünya? O dünya ki, biz görürük də nədə boğulur, nəyin içində boğulur dünya. Bu dünyada insanlara necə nicat verir? İnsanlar ləzzətli yaşayırlar. Məsələn, siz təsəvvür edin, tutaq ki, dünyanın hər bir yerində tutaq ki, bayramlar keçirirlər. Mən üzr istəyirəm, qondarma bayramlar. Məsələn, nə bilim, indi adlarını çəkmək istəmirəm. Filan bayram. Nədir bu? Bilirsiniz, insan ləzzətpərəstdir. Nəsə bir qondarma bayramlar keçirdib, ləzzət almaq istəyir. Amma ki, alınan ləzzətlər hamısı zehni ləzzətlərdir. Nəsə bir düzəltmək istəyirlər və onu da təbii ki, dindar olmasalar, hansısa bir hədd bilinməsə, istənilən fəsədə aid olan şeyləri görürlər. Və o şeylər ki, onlar insanın ruhuna, insanın hər cəhətdən ziyandır insana. İctimai və s. hər cəhətdən ziyandır və bunlara gedirlər. Niyə? Çünki insan, Adəm övladı ləzzət almaq istəyir. İmam Hüseyn əleyhissalam ilahi övliyanı sevmək isə həqiqi mənəvi ləzzətdir. İmam Hüseyn Kərbəlası, yəni mən söhbətimizin əvvəlində dedim ki, İmam Hüseyn əleyhissalam elə belə iş görməzdi. Bu işə öz canını fəda eləmək, başı kəsilmək bahasına razı olub. Asan başa gəlməyib. Əbəlfəz ağanın ölümünə, Həzrəti Zeynəbin əsir düşməsinə, İmam Səccadın əsir düşməsinə razı olub. Niyə? Çünki qiyamətə qədər olan insanlara mənəvi ləzzət yaşamaları üçün kömək eləyirəm. Nəinki mənəvi ləzzət yaşamaq, Misbahul Huda, yəni hər məsələni istəsələr Kərbaladan öyrənə bilərlər, həqiqətləri aydınlatdı İmam Hüseyn əleyhissalam. Yəni bugünün insanına, nəinki bugünün, qiyamətə qədər olan insanlara bu irs mənəvi həyatı, gözəl həyatı, ləzzətli həyatı təqdim eləyə bilər. Çox təşəkkür edirik sizə. Yekunda istərdik bir maraqlı olan tamaşaçılarımız üçün inanırıq ki, maraqlı sual ünvanlayaqsa. Bundan öncə də qeyd etdiniz ki, İmam ümmətin atasıdır. Həm də hər bir üzvünün bir valideyn timsalındadır. Biz Peyğəmbərimizin bizə gətirdiyi dindən bizi həqiqi mənada insan olmağı öyrətdi. Və bizə bir minnət qoydu və bizim də vəzifəmiz, artıq mənəvi borcumuz var idi. Həqiqi mənada. Bəs biz bugün hər bir fərd, hər bir şəxs İmam Hüseyn əleyhissalamın müqabilində vəzifəmiz nədir? Ona olan bir valideyn, atalıq borcumuz nədir ona qarşı? Biz necə olmalıyıq, nələr etməliyik, nə cür fəaliyyət göstərməliyik ki, imamın etdiyi böyük fədakarlığın əvəzində onun da bir övladı kimi əvəzini vermiş ola bilək bu haqda zəhmətimiz. Bu da çox yaxşı sualdır Peyman bəy. Doğrudan da elə lazımlı məsələlərdən biri budur. İmam Hüseyn əleyhissalamın Kərbəlası insanlara Həzrətin qanı bahasına başa gəldi. İmam Hüseyn əleyhissalam hər şeyindən keçdi. Niyə? İnsanların cənnətə getməsi üçün, insanların ruhlarının təkamülə çatması üçün və insanların mənəvi ləzzət yaşaması üçün. Bugün bizim mənəvi yaşadığımız bütün ləzzətləri İmam Hüseyn əleyhissalama borcluyuq və o Həzrət ilə hər addımda deyirdi ki, əla millət Rəsulullah, yəni Peyğəmbərin ümməti üçün eləyirəm. Bir maraqlı hədis var.
çox maraqlı hədisdir. İnanın ki, qəribə hədisdir. Hədislərin birində var ki, İmam Hüseyn əleyhissalam əzadarlıq məclislərinə baxar, deyər ki, ata, ya Əli, Həzrət Əliyə müraciət eləyər cənnətdə. Deyər ki, ata, ya Əli, buyur, bu da sənin şiyələrin. Təqribən belə bir, mən indi siz dediniz, yadıma düşdü bu hədis. Mənası nədir? Mənası budur ki, ey ata, sən və Peyğəmbər ki, bu ümmətin atalarısınız və ümmət də sizin övladlarınızdır və siz bu övladlarınızın cənnətə getməyini istəyirsiniz, mənəvi təkamüldən çıxmasını, tənəzzüldən daha doğrusu çıxmasını, təkamül etməsini istəyirsiniz, hidayət tapmasını istəyirsiniz. Budur, mənim məclislərimin sayəsində onların günahlarının bağışlandığını və mənəvi təkamül etdiklərinin şahidi ol. Yəni, atacan, mən sənin istəyinə uyğun addım atmışam. Bu qəribə hədisdir, doğrudan qəribə hədisdir ya. Mən bunu ilk dəfə oxuyanda bir neçə il əvvəl qabam, mənə çox qəribə gəldi ki, yəni İmam Hüseyn əleyhissalam demək istəyir ki, yəni ata ya Əli, sizin ki istəyiniz, çünki imamlar bəli bu ümmətin atalarıdırlar. Ona görə də biz ümmətin üzərinə düşür ki, əvvəla məhərrəm məclislərini necə lazımdırsa keçirdək. Necə lazımdırsa o məclislərdə iştirak eləyək, necə lazımdırsa keçirdək və o məclislərdən əldə edilən o uğurları, mənəvi təkamül, mənəvi ləzzət, onları tez bir şəkildə qəflətə düşüb əldən verməyək. Yəni, belə eləyək ki, o məclislərin xeyri bizdə qalsın ki, İmam Hüseyn əleyhissalamın yanına gedəndə əl dolu gedə bilək. Yəni, bu mənada. Belə ki, qoy həzrət görsün ki, mənim qanım bahasına, balalarımın, aləmin əsir düşməsi bahasına ələ gələn bu şeydə, yəni möminlər ciddidirlər və onun sayəsində əksinə təkamül eləyirlər. Bu boyda fədakarlıq boşa getmir. Bəli, boşa getmədi. Yəni İmam Hüseyn əleyhissalamın həqiqi əzadarı diqqətli olmalıdır. İstər günah cəhətindən, istər haqq-hürmət cəhətindən, istər ibadətlərinə süslük cəhətindən. Bütün bunlara riayət etmək İmam Hüseyn əleyhissalamın həmin o ali hədəfinə kömək etmək deməkdir. Çünki İmam Hüseyn əleyhissalamın hədəfi təkcə həmən zamanda imamətindən dolayı atdığı bir siyasi addım deyil idi. Bu belə ola bilməz. Çünki əgər bunu dəstədə biz çox təhlilləmişik, əgər belə olsa heç çox da mühüm dəyişikliklər olmadı axı, oldu, amma o qədər də dəyişiklik olmadı. Ondan ötəri imamın özünün canının fəda edilməsi və balaların əsir olmasının yeri yox idi. Deməli, ümməti nəzərə alıb. Ona görə də biz ümmət də həm yaxşı əzadarlıq eləməliyik, həm də bu əzadarlıqlardan nələrsə götürməliyik və sonra da diqqətli olmalıyıq ki, bu əzadarlıqlardan əldə olunan xeyirləri, mənəvi faydaları əldən verməyək. Çox təşəkkür edirik sizə. Həqiqətən də bu təfərrüatlı cavablamalara görə və ələlxüsus da ki, mənəviyyat dolu söhbətə görə ayrıca minnətdarlığımızı bildiririk. Var olasın. İnanırıq ki, elə tamaşaçılarımız üçün də çox fayda olacaq və bu hüzünlü günlərdə onların təsəvvürlərinə də, onların dərklərinə də mövzu ilə bağlı olaraq xüsusi ilahi rəng qatılacaq sizin sayənizdə. Dəvətimizi qəbul edib gəldiyinizə görə bir daha minnətdarıq, var olasınız. Təşəkkür. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Mütəal Allah hər birimizə, bütün haqsevər insanlara qəlbində haqq sevgisi olan İmam Hüseyn əleyhissalamın və pak Kərbəla şəhidlərinin məhəbbətini daşıyan hər bir kəsə ayrı-ayrılıqda öz lütfünü inayət etsin və bizə o uca şəxsiyyətlərin fədakarlıqlarının, şəhadətlərinin və zəhmətlərinin haqqını, həqiqətini dərk etməyi lütf etsin. Növbətə buraxılışlara dək Allah amanında.